Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük əziz müsəlmanlar. Allah ibadət və itaətlərinizi qəbul etsin. Bu günləri mühüm gecələrdən biridir Ramazan mübarəkdə. Bu günlər ilk Qədr gecəsidir və Quran-ı Kərimdə mütəal olan Allah buyurub: İnna ənzəlnahu fi leylətil qədr. Biz bu Quranı Qədr gecəsində nazil etdik. Bu günləri Quranın nazil olan gecəsidir. Bu günləri istiğfar gecəsidir. Bu günləri dua gecəsidir. Bu günləri Allahdan istəmək gecəsidir. Biz bu gecələrdə Allahdan bağışlanmağımızı istəyirik, dualar eləyirik. Dua mühüm məsələdir. Duanın qəbul olmaq şərtləri mühümdür. Duanın qəbul olunan günləri də var ayrıca ki, o günlərdə Allah öz bəndələrinin dualarına, çağırışlarına cavab verər. Əlbəttə bəndə həmin o günlərdə, həmin o gecələrdə özünü bağışlatdırmağı bacarsa. Bu gecə həmin o gecədir ki, biz çalışaq bu gecələrdə özümüzü bağışlatdıraq, özümüzü əfv elətdirək, özümüzü əfv elətdirəndən sonra dua eləyək, Allahdan istəyək və Allah Teala bizim istəklərimizə cavab versin. Çünki biz keçən səfər dedik, Ramazan mübarəkin əvvəllərində dua barəsində danışanda dedik ki, insanlar bəzi vaxtlarda özləri öz günahlarının əsirinə çevrilirlər. İnsanların duaları, insanların öz etdiyi əməllərin əsirinə çevrilir. Yəni eşidilmir, cavab verilmir. Səbəb budur ki, günah həmin o duanı həbs eləyir. Bu günləri birinci işimiz bu olsun ki, özümüzü bağışlatdıraq. Özümüzü bağışlatdırandan sonra Allahdan istəyək. Allahdan istəyən zamanda əvvəldə özümüz üçün yox, digərləri üçün istəyək. Başqaları üçün istəyək, başqalarının problemlərinin həll olunması üçün istəyək. Daha sonra da Allaha deyək ki, Allah, sən özün bizim də məsələlərimizi həll eləginən, bizim də problemlərimizi həll eləginən. Eyni zamanda bu gecə sona çatandan sonra ki, sabahları sübhdən ki, sübh açılacaq, Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın zərbətləndiyi gündür ki, həmin o zərbətlənmə səbəb olacaq ki, Əli əleyhissalam bir neçə gündən sonra şəhid olacaq. Əli əleyhissalamın biz dualarını baxaq, münacatlarını baxaq, görək ki, Əli əleyhissalam nə cür Allahdan istəyir, Allahdan hansı dillərlə Allaha yalvarır ki, Allah bağışlatsın. Məsumdurlar, düzdür. Məsumların bağışlamağı, məsumlar bizlərə duanı öyrədirlər. Məsumlar bizlərə nə cür münacət eləməliyik, necə Allahdan istəməliyik, nə cür yalvarışlar eləməliyik Allaha. Bunları məsumlar bizlərə öyrədirlər və eyni zamanda birdən əgər özləri də istəsələr, bunların isməti ilə, məsumluğu ilə də heç bir problem yoxdur. Əli əleyhissalam məşhur münacatlarının birində ki, Küfə məscidində o münacət eləyib. Məsələn, hissələri var, Allah nə cür çağırır, Mövlay, ya Mövlay. Allah çağırır bu cür, ey mənim Mövlam, ey mənim Mövlam. Məsələn, həmin o duanın bir hissəsində var, Mövlay, ya Mövlay. Əntəl kəbiru ənəs-səğir və həl yərhəmus-səğirə illəl-kəbir. Ey mənim Mövlam, ey mənim Mövlam, sən böyüksən, sən çox böyüksən və mən kiçiyəm. Kiçiyi böyüdən başqa kim bağışlayar? Ki, bu cür Allahdan istəyək ki, hacətlərimiz qəbul olsun, Allah bizləri bu gecələrdə əfv eləsin və dualarımızı da müstəcab etsin inşallah. Sağ olun, Allahın amanda qalın.